Orucun tibbi faydalarından bəlkə mütəxəssislərin, həkimlərin danışması daha yerində olar, amma bir şey bilirik ki, əvvəldə də dediyimiz kimi bizə tövsiyə olunur. Allah Rəsuluna buyurur, oruc tutun, sağlam olun. Allah Rəsulunun digər hədislərinə baxanda buyurur ki, kəlamın ən gözəli az olub isabət edənidir. İki kəlmədən ibarətdir. Oruc tutun, sağlam olun. Yəni, Allah Rəsuluna biz inanırıq, sadaq da ya Rasulallah deyirik. Nə deyirsənsə doğru buyurursan. Çünki Allah Rəsulu dediklərini öz nəfsindən yox, Allahın vəhyinə söykənərək buyururdu. Və biz Allah Rəsulunun oruc tutun, sağlam olun əmrini götürdüyümüz zaman bilirik ki, ilk növbədə oruc tutmağın bizim sağlamlığımız üçün çox müstəsna bir əhəmiyyəti vardır. Və digər tərəfdən Allah Rəsul buyurur ki, əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm ateşindən xilas olmaqdır. Biz 11 ay istifadə etdiyimiz qidalarla və xüsusi olaraq şəhər mühitində yaşayırıq, organik məhsulları da o qədər qəbul etmirik. Ağla sığmayacaq halda vücudumuzu lazımsız maddələrlə yükləmiş oluruq. Bu bir lütüfdür ki, həm fiziki olaraq biz aclıq vasitəsilə cismimizi təmizləyək. Bugün qərb dünyasına baxdığımız zaman görürük sağalmaz bir çox ağır xəstəlikləri aclıq vasitəsilə və ya su orucu adını qoyub onunla müalicə edirlər. Bu baxımdan insanlar anlamalıdırlar ki, yəni orucuma, ac qalmağıma Allahın ehtiyacı yoxdur. Və Allah Rəsulü buyurur ki, bir çox oruc tutanlar var ki, səhərdən axşama qədər onlara yalnız və yalnız aclıq qalar. Bir çox gecəni səhərə qədər yuxusuz qalan insanlar var ki, onlara da gecənin sadəcə yuxusuzluğu qalar. İbadət edirmiş kimi görsəndilər, amma yuxusuz qaldılar. Səhərdən axşama qədər oruç tuturmuş kimi görsəndilər, sadəcə aclıq qaldı. Demək ki, bizi biraz da dərinə çəkir ki, işin mahiyyətini anlayaq. Əvvəli Ramazan ayının rəhmətdir, ilahi rəhmət üzərimizə yağır. 10 günlükdən sonra bir məğfirət hissəsinə keçirik. Biz həm fiziki o lazımsız qidalardan, lazımsız maddələrdən, lazımsız artıq piylərdən təmizləndikcə, yüklərimiz azaldıqca onun yerinə mənəvi zənginlik gəlir. İnsanın tox mədəsinə hikmət daxil olmaz. İnsanın mədəsi nə qədər ac olarsa, o qədər qəlbinə hikmət daxil olar. Bunun üçün Allah Rəsulü bizim hələ nəinki Ramazanda, digər vaxtlarda belə mədəmizi 3 hissəyə bölməyimizi istəyir. Bir hissəsi qida üçün, bir hissəsi su üçün, bir hissəsi isə hava üçün. Bugün müasir tibb də bunun üzərində dayanır ki, ən gözəl, belə deyək, həzm sistemi də elə mədə o cür olduğu zaman baş verir. Amma əfsuslar olsun ki, insan nəfs daşıyır, qarşısına rəngarəng nemətlər qoyulduğu zaman onun üzərinə daha sürətlə gedir və verilən mənəvi və fiziki, tibbi tövsiyələrin daha çox üstündə nəfsini doyurmağa çalışır ki, bu da məqbul olan, qəbul olunan bir əməl deyil. Bunun üçün də Allah Rəsulü buyurur, əvvəli rəhmətdir, bir rəhmətin içərisində daxil oluruq, ortası məğfirətdir, orta hissəsinə gələndə artıq Rəbbimiz bizi təmizləndiyimiz üçün belə deyək, sadə bir bahanələrlə bağışlamış olur. Sonu isə cəhənnəm ateşindən xilas olmaqda. Artıq biz Ramazanın sonuna gələndə əgər hansısa günahlarımız, qüsurlarımız, xatalarımız var idisə, Allah bizi təmizləyərək cəhənnəm ateşindən xilas etmiş olur ki, yəni cəhənnəmdən xilas olursansa müjdəsi cənnət. Ramazanın sonunda bitdiyi vaxt mükafat olaraq Allahın verdiyi cənnət olaraq qullarını müjdələmiş olur.